Bu videoda işıqlandırmanı necə yaratmaq və hansı prinsiplərdən istifadə etmək göstərəcəm. İşıqlandırmanı bir neçə üsulla yaratmaq olur. Əsas prinsiplərdən biri işıqlandırmanı yaradanda, yəni işığı quranda bir materialdan istifadə edirik. Yəni sadə bir material yaradırıq. Rəngini interyerimizdən asılıdır. İnteryerimiz tünd olsa, rəngini daha tünd edirik ki, işıqlandırmanı tünd interyerin üzərində quracağıq. Rəngimiz açıqdırsa, interyerdə daha çox açıq tonlar istifadə ediriksə, rəngimiz açıq qala bilər. İstəsəniz bir balaca rəng də qata bilərsiniz. Yəni bir rənglər çoxdursa, biraz ona rəng də qata bilərik. İkinci etapımız bu materialı əlavə edirik. Render setup, sim bölməsi və MTL override var burada. Aktiv edirik onu və materialımızı bu bölməmizə əlavə edirik instance kimi. Materialı əlavə etdikdən sonra indi isə ən sadə işıqlandırma növünü göstərdim sizə. Scene environment bölməsində single map var. Non bölməmizə heç nə əlavə etmirik. Bizim işığımız sadə ağ işıq olacaq. İnteraktiv renderimizi qoşaq və artıq səhnəmizə işıq daxil olduğunu görürük. Biraz ekspozisiyamızı qaldıra bilərik və belə bir nəticə əldə edirik. İşıqlandırma və materialları daha da dərindən öyrənmək istəyirsənsə, kanalımıza abunə ol, yeni dərslərimizi qaçırma.